AJ Production təqdim edir. Azərbaycanın ilk uşaq humoristik kinojurnalı Kirpi. Doyunca əylən. İdmanı sev. Musiqi dinlə. Oxu və istirahət et. Doyunca gül. Dostlar, biz başlayırıq. Kirpi, təbəssümlə yaşa. Baş sponsor Zeytun Bağları. Salam dostlar. Kirpi yenidən sizlərlə əylənib xoş vaxt keçirəcək. Mənim balaca dostlarım, sizin üçün çox darıxmışam. Noyabr payız fəslinin son ayıdır. Qışa hazırlaşarkən mən valideynlərimin məsləhəti ilə daha isti geyinirəm. Dostlar, bu il dekabr ayı boyunca Nargiz Fan tərəfindən keçirilən ənənəvi Soyuq Əllər İsti Ürək xeyriyyə yarmarkasında mən də iştirak edəcəm. Sizləri də dəvət edirəm. Gəlin birlikdə əylənək. Dostlar, noyabr ayı bir çox əlamətdar hadisələrlə doludur. Onlardan bəziləri ilə sizinlə bölüşəcəm. Belə ki, 7 noyabr 1917-ci ildə görkəmli bəstəkar Tofiq Quliyev anadan olub. Bəstələdiyi bütün mahnılar dillər əzbəri olan Tofiq Quliyev ötən əsrin 70-ci illərində bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən bir çox sevilən müğənnilərimizi tanıdan Bakı payızını yaradır. 8 noyabr 1967-ci ildə Bakı metrosu fəaliyyətə başlayır. Bakı metrosunda ilk qatar 1967-ci il noyabrın 6-sında indiki İçəri şəhər stansiyasından hərəkətə başlayır. 10 noyabr Ümumdünya Gənclər Günüdür. Bu qərar Ümumdünya Demokratik Gənclər Federasiyasının 1945-ci ildə Londonda keçirilən konfransda qəbul edilib. Federasiya bütün dünyada sülh, gənclərin hüquqları, xalqların müstəqilliyi, qabaqcıl gənclərin beynəlmiləl həmrəyliyi uğrunda mübarizə aparır. Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti mövcuddur. Və bu siyasət bu gündə ölkə başçısı Cənab Prezident İlham Əliyev tərəfindən daha da qətiyyətlə həyata keçirilir. Dostlar, böyük və kiçik qardaşlar arasında hərdən mübahisələr olur. Bu mübahisə zamanı çox maraqlı, ağlamalı, gülməli hadisələr baş verir. Mən balaca Kirpi qardaşımla tez-tez oynayıram. Ona qalib gələndə isə o məndən inciyir. Sonra mən onu bərk qucaqlayıram və biz barışıb oyunumuza davam edirik. Uşaqlar, yemək hazırdır. Gəlin çörək yeməyə. Mama niye ona çok çektin ben az? Ay can. Bəsdir? Mam, mən bir stəkan soq süzdə. Mənə də. Yaxşı. Mama Ay can. niye ona çok süzdün ben az? Doğrudan. Bəsdir? Mama qurban, bu evdə nə alınırsa, nə bişirirəmsə, hamısını siz üçün bişirirəm. Hamısı sizindir də. Yaxşı mama qurban? Gəl bana səni dadlı balam. Mənim ağıllı balam. Mama niye ona çok öptün ben az? Bəsdir də, nə qədər olar? Mama onu az, mama mənə çoxdur. Sən yığıbsan, boğaz əməlli baş. Uşağın üstünə qışqırma. Səndən kiçikdir. Milyon dəfə sənə demişəm.
Sən cəzalısan. Dur, geç otağa. İndi nə oldu? Mama, niye onu da anladın? Beni ise yok. Kirpi Kino jurnalının baş sponsoru Zeytun Bağları. Hə dostlar, çalışın öz qardaş və bacılarınızla mehriban olun. Onlar bizim ən yaxın sirdaşlarımızdır. Odur ki, gəlin hamımız birgə rəqs edək. Mehribanlıq saadətdir, mehribanlıq saadətdir, saadəti yaşadarıq. Ömrüm şövqü məhəbbətdir, ömrüm şövqü məhəbbətdir, məhəbbəti yaşadarıq. Ömrüm şövqü məhəbbətdir, ömrüm şövqü məhəbbətdir, məhəbbəti yaşadarıq. Hər bir evə nur yaxdıran, hər bir evə nur yaxdıran mehribanlıq işığıdır. Məhəbbətlə yanan çıraq, məhəbbətlə yanan çıraq ürəklərdə işıqlıdır. Məhəbbətlə yanan çıraq, məhəbbətlə 11 noyabr 1948-ci ildə Energetiklər şəhəri Mingəçevirin təməlli qoyulub. Ötən illərdə Mingəçevir 100 min nəfərdən çox əhalisini olan böyük yaşayış məntəqəsinə çevrilib. Hazırda İşıqlar şəhəri Mingəçevir Azərbaycanın əhali sayı etibarilə 4-cü böyük şəhəridir. 14 noyabr 1915-ci ildə görkəmli müğənni Rəşid Beybudov anadan olub. Oxuduğu mahnılarının sayı hesabı olmayan sevilən müğənnimiz 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaratmış və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur. 21 noyabr 1949-cu ildə Gənclər şəhəri Sumqayıt şəhərinin təməlli qoyulmuşdur. Tarixçilər tərəfindən sübut olunub ki, eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində Midiya tayfalarının yaşayış məskəni olub. Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə şəhərin simvoludur. Mən kirpilərlə meşədə oynamağa gedəndə anam məni papaqsız evdən çölə buraxmır, çünki soyuqlaya bilərəm. Dostlar, siz də küçəyə çıxanda papağı taxmağı unutmayın. Mama! Ay mama! Ah, Hardadır mənim kepkam? şkafdadır da balam, bax. Yoxdur burada. Necə yanı yoxdur? Sənə deyirəm şkafdadır, yaxşı-yaxşı bax. Mən deyirəm də sənə yoxdur. Yaxşı. Mən sənin kepkavı gəlib tapsam ha, sənin başına oyun açacağam. Gəl tap. Gəl tap. Ay analar, siz bunu necə eləyirsiniz? Biz düşündüyümüz çılılmaz vəziyyətlərdən valideynlərimiz hər zaman çıxış yolu tapırlar. Ev tapşırıqlarının həllini tapmayanda qaçırıq dəftər kitabla onların qucağına ki, onlar bizə kömək etsinlər. Dərsləri edəndən sonra isə doyunca rəqs etmək olar. Ne dost, ne tanış, ne tenkit, ne alkış. Kosmik gemide uçuruk yine. Hele var yanacak aya gede.
Gedək, gedək Qalaq tək və tək Hamıdan gizlənək Aya uçan ilk insan Neil Armstrong olub. Maraqlı mahnı idi, Rauf. Gəlin baxaq, dostumuz Rauf bu maraqlı mahnılarını necə hazırlayır? Ne yakın komşu olduk bu dünyada Ayrı ayrı doğulduk bu dünyada Görmə vaxtı görmürəm səni Mən hazır Qəzetlər yalan yazır Pəncərədən damcılar Bana bircə kəlmə can söyləsəydi O bircə kəlmənə min can verər Dayı, bütün mahnıları yoxladıq. Bu iPad səninkidir, səndəki iPad mənimkidir. Qaytar iPad-ımı gedim mən öz işlərimi görüm də. günümü Dərman Sən bu köhnə mahnılara niyə qulaq asırsan? Mən köhnə mahnılara qulaq asmasaydım, öz mahnılarımı oxuya bilməzdim. Kirpi Kino jurnalının baş sponsoru Zeytun Bağları. 22 noyabr 1922-ci ildə görkəmli bəstəkar Fikrət Əmirov anadan olub. O, Cəfər Cabbarlının dramı əsasında yazdığı Sevil operası Azərbaycanda ilk dəfə lirik psixoloji operanın əsasını qoyub. Fikrət Əmirovun simfonik muğamları və Nizami simfoniyası dünyanın ən məşhur dirijorları tərəfindən idarə olunub. Bəstəkarın ixtira etdiyi yeni simfonik muğam janrı Şur, Kürd ofşarı və Gülüstan Bayatı Şiraz kimi dəyərli əsərləri təmsil olunub. 29 noyabr 1928-ci ildə dünya şöhrətli rəssam Tahir Salaxov anadan olub. Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız hesabsız mükafatlar alıb. Təxminən 50 ildən çox sənətkarın ümumi ittifaq rəssamlıq sərgisində nümayiş etdirilən iki əsəri, bəstəkar Qara Qarayevin portreti və Dəmirçilər zamanında yüksək dəyərini alıb. Tahir Salaxovun şah əsərlərindən biri sabiq prezident Heydər Əliyevin portretidir. İkinci əsəri isə dünya şöhrətli həm yerlimiz Mstislav Rostropoviçin monumental portretidir. Dostlar, bizə məktub yazın. Şəkillərinizi, videolarınızı göndərin. Kirpi rəsmilərini çəkib göndərən bütün dostlarıma kirpidən hədiyyə olacaq. Sağ olun.